Salam əziz izləyicilərimiz, bugün Sabirabad rayonunda satışda olan 2 mərtəbəli həyət evini sizə təqdim edirəm. Buyurun baxardınız. Deməli, buranın həyət yana sahəsi 29 sotdur. 4 bir tərəfi daş hasara alınmış, qoşa daş tikili böyük evdir. Allah xeyrin versin. Bir-bir sizə təqdim eləyəcəm. Gördüyünüz kimi evin qarşısında da navesi var. Uzun müddətli yaşayış yoxdur bu evdə. Bura yerləşir Peşə Məktəbinin arxasında. Sabirabad rayonunun Peşə Məktəbinin arxasında. Sənəd elektronlu kupçada təzə düzəlib kupçası. Kim belə böyük bir həyət istəyir, təsərrüfatla məşğul olmaq istəyirsə, çox yararlı bir yerdədir bura. Sakitçilik yerdir. Bax, o gördüyünüz həyətdə də tikililər var. Damı daşı da var. 29 sotdur həyət yanı sahəsi, kupça elektronlu kupçadır. Ev böyük evdir, qoşa daş tikili evdir. Bura birinci mərtəbənin giriş hissəsidir. Birinci mərtəbə təmirsizdir, buyurun baxardınız, belə bir vəziyyətdədir. Bir ilə ikinci mərtəbənin ara kəsmələri hamısı beton daş piltələrləndir. Bura isə ikinci mərtəbəsidir. Bura açıq balkonu olan həyət panorama görükür buradan. Yayda da sərin olur bura. Çox sakitçilik bir yerdir. Peşə Məktəbinin arxasındadır, yenə də təkrarlayıram. Otaqları çoxdur buranın, amma bura birinci bir zal hissəsidir, giriş hissəsidir. Bura bir otaqdır. Gördüğünüz burada bir otaqdır. Vaxt məhdudiyyət az olduğuna görə çəkiliş etməmişəm. Buradan da giriş içəri zal, 3 dənə də otaq bu girişdəndir. Burada da belə bir böyük geniş otaq var. Bura mətbəxidir. Bura isə hamam sanitar qovşağıdır. Bura deməli 92-ci ilin tikilisidir bu ev. Peşə Məktəbinin arxasında böyük qoşa daş tikili həyət evidir. Allah alana da satana da xeyrin versin.